Salam ərz eləyəm əziz dostlara. Quyular həmişə bir ərziş olmayırlar. Düzdür ki, qədim zamandan indiyənəncək suya əl tapmaq üçün quyuları yon deymişlər. Vəli bəzi quyular vardı ki, eyni bu moridimiz təkin içərisindən yol verəylər. Pəs həmişə havasız olsun. Bu növ quyular Əşkanıların tədfininə mərbutdur. Çoxdər Əşkanıların dövrəsində bu növ tədfindən istifadə eləymişlər. Və İsfahanda və həmçinin Ərdəbilin Muğam məhalında bu cür tədfinlərdən çox görsənək. Baxız, quyunun içindən o yana sarı yol verək. Gələk ənəm aşağı və bunu bərrəsi eləyəm. Görək ki, aya bunun içində tədfin əncam tapılıbdır. Ehtimalı çoxdur ki, tədfin ola. Çünki əgər müşahidə eləsəz, görəcəksiniz ki, quyunun içindən torpaqları boşaldıblar və məlumdur ki, quyunun içi torpaqla doluymuş. Əşkanılar çoxdər tədfinlərin məxzəni alətdə bəna eləymişlər. Yəni eyni bunun təkin məxzənin kəfi tədfin olay. Bəzən bir dənə tədfin, bəzən də neçə dənə əşkası bunun içində dəfn eləymişlər. Pəs həmişə havasız cəm eləyiz. Ya həq.